Herkese salam. Yeni bir vlogla görüşünüze gelmişim. Uzun süren yağışlardan sonra, daha doğrusu 2 gün dayanmadan yağan yağışdan sonra havanın belə açılması insanın bütün əhval-ruhiyyəsinin müsbətə doğru dəyişməsinə çox yaxşı kömək eləyir. Mən də səhər yeməyi üçün çörək almağa gəlmişdim və xala dedi ki, biraz gözləməlisən, çünki əgər isti-isti yemək istəyirsənsə biraz keçməlidir. Mən də dedim sizin üçün bir dənə maraqlı vlog hazırlayayım. Marketdən maraqlı məhsullarla sizi tanış edim. Burada fərqli içkilər vardı və belə bir krep gördüm. İrəliyən vlogların birində bunu mütləq sınamaq istəyirəm. Sonra isə 2 dənə belə sorma götürdüm. Birini özüm üçün, birini isə Dilək üçün. Və ardınca da konfetlər olan bölmədə belə çaydanla rastlaşdım. Qiyməti isə mənə elə gəlir çox baha idi, amma görünüşü normal idi və çörəyimizi alaraq yenidən evə qayıdıram. Dilək xanımın da hədiyyəsini verirəm. Başda biraz naz eləyir, dadına baxmaq istəyir, istəmir, bilmirəm məqsədi nədir burada. Nəsə xanımı razı sala bilmədi. Ancaq sonra bütün sir sifətini, əl-ayağını şirə eləyəndən sonra tam qane oldu. Mən də bildim ki, o da yaxşı, qəşəng bəyənib. Səhər yeməyimizi yedikdən sonra isə aşağı düşdük. Hava həqiqətən çox yaxşı idi və mən burada yeni cücərmiş olan çiçəklərimə baxaraq zövq alıram. Diləyi də çıxardıq ki, biraz oynasın. Onu sonra atasına təhvil verdim və yuxarı qalxaraq dedi ki, bu havanın gözəl olmağını dəyərləndirmək lazımdır və mütləq piknikə gedək. Mən də onun üçün kek filan hazırlamaq qərarına gəlmişdim və hazırladıqdan sonra isə Dilək yatdı. Ona görə də bizim piknik saatımız biraz axşama doğru çəkəcək. İrəliyən dəqiqələrdə bunu da görəcəksiniz. Kek də çox qəşəng alınmışdı, super idi. Dadına isə söz ola bilməzdi. Qızlar, istəyirəm getməmişdən qabaq bir dənə də çantamda nə var videosu çəkim sizin üçün. Düzdür, artıq bu videolar artıq fosil olub. Çox çəkiblər, amma maraqlı olsun deyə bir dənə də belə bir video əlavə eləmək istəyirəm. Bu arada bu çantamı çox sevirəm. Materialı çox yumuşaqdır, aşırı dərəcədə yumuşaqdır. Mən belə no-name çantaları çox sevirəm. O ki qaldı hər hansısa bir orijinal çantanın premium A-class və yaxud da ki, elə orijinalın özü olsun. O tipdə olan markalı çantaların görünüşü mənə o qədər də çatmır. Yalan olmasın. Gəlin əsas məsələyə keçək, görək içində nələr var. Belə bir daraq çıxdı. Normalda həmişə balaca bir daraq qoyuram. Bu Diləyindir. O istifadə edəcək deyə götürmüşdüm. Ayrıca qızlar, onu da deyim ki, Diləklə çıxdığım vaxtı normalda heç vaxt belə balaca çanta götürmürəm. Böyük çanta götürürəm. Sadəcə bu dəfə elə də ehtiyac yox idi. Həm yedizdirmişdim, həm üstünü dəyişdirmişdim. Hər şey hazır idi deyə balaca çantamı götürməyə imkan var idi. Sonra belə bir kaşlok çıxır. Bütün kartlarımı bunun içine yerləşdirirəm və sənədlərimi də. Həmişə istifadə elədiyim dodaq kombosu, deməli 100 nömrə pastelin, Valinin belə bir parlatıcı glosu və Jevin neçə nömrəsidir bu? Görmürəm. Kamerada görsənmir. 612 nömrəsidir. Bir dənə saqqız. Bir dənə həmişə belə bir ağrı kesici götürürəm. Ya bu marka olsun, ya da başqa tez təsir göstərən ağrı kesici olsun. Ya baş ağrısı, ya diş ağrısı, ya mədə ağrısı nə olsa da gələndə ehtimal üstümdə saxlayıram. Diləyin zapaska sosusu. Bir dənə əl kremi. Açığı deyim, əl kremi hər zaman üzərimdə olan bir şey deyil. Amma ara sıra götürürəm. Bu əl kremi də çox sevirəm. Qoxusu da möhtəşəmdir, effekti də çox yaxşıdır. Və burada da 2 dənə belə bir AirPods'umuz var. Bunlardan birini, yəni qara rəngdə olanı Temudan sifariş etmişdik. Digər isə orijinal iPhone AirPods'udur. Onu da qeyd edim ki, Temudan sifariş etdiyimiz AirPod istənilən telefon markası üçün keçərlidir. Yəni iPhone üçün də keçərliliyi var, istifadəsi rahatdır. Səslərin eşidilməsində problem yaşamırsınız. Düzdür, super nəticə deyil, amma yaxşıdır. Bu arada o qədər xırdadılar ki, qulağa taxılan zaman demək olar ki, görünmür. Mən gərək onları açıb sizə göstərərdim və burada da
çantamın içərisində olan hər şeyi bitir. Blokumu sizə göstərirəm. Bu bloku 14 fevralda, bu ilki 14 fevralda Sevgi yarmarkasına almışdıq. Orada autizmli uşaqlara dəstək fondu vardı. Onların belə bir əl işləri vardı. Sırf onlara dəstək olsun deyə, hətta maddi dəyəri, mənəvi demirəm, maddi dəyəri olan qiymətdən çox daha yüksək bir qiymətə aldıq. İnşallah Allah hər kəsə kömək olsun, yardımcısı olsun. Nəhayət piknik səbətimi də hazırlayıram. Onun içərisinə belə 3 bölməli qabı yerləşdirirəm. İçərisində həm meyvə var, həm də çay içmək üçün atışdırmalıqlar var. Əlimizi silmək üçün nəm salfet və quru salfet götürürəm. Diləyə piçenya və belə bir su, eyni zamanda bişirdiyim kekslərdən də bir qab hazırlayıb onu da yerləşdirirəm və həm özümə, həm də yoldaşıma ayrı-ayrılıqda termosda çay götürürəm. Yoldaşımın termosunu axır son dəqiqədə tapdım və onu da çayla dolduraraq o öz yerinə yerləşdirdim. Ardınca isə Diləyin paltarlarını da ütülüyürəm. Tam hazır vəziyyətə saldıqdan sonra öz kombinimi sizə göstərirəm. Bu arada bu göstərdiyim köynək yoldaşımın köynəyidir. Bir neçə il bundan əvvəl ona mən hədiyyə etmişdim. Kotondan almışdım. Sadəcə artıq ona dar olduğu üçün mən geyinirəm. Mən elə gəlir ki, çox daha yaxşı yaraşıb. Gündəlik etdiyim makyajlardan biri də budur. Onu da sizə göstərib keçirəm ayaqqabılarımı. Geyinəcəyim ayaqqabılar da bulardı və məncə kombinimi tam olaraq tamamlayır. Həm də çantamdan eyni rəngdədir. Məncə yaxşıdır. Artıq hazırıq və evdən çıxırıq. Açarları götürürəm. Gördüyünüz bu açarlığı isə Temudan sifariş etmişdim. Bu busunu isə Dilək itirib və heç cürə tapa bilmirəm. Çiçeklerin içinde sen Allah'ın bizlere hediyesisin. Ananın tanrım bir tanesisin. Çiçeklerin içinde en güzelisin. Kızım benim nefesim. İlk başta da dediyim kimi, əgər Dilək yatmasaydı, biraz daha tez gəlməyi planlamışdıq. Ancaq o yatdı deyə axşam tərəfinə çəkdi. Düzdür, hava qaralmasına baxmayaraq, burada parkda oturmaq üçün nəzərdə tutulmuş olan hər bir yer dolmuşdu. Biz də oturmaq üçün yeri biraz çətinliklə tapdıq. Düzdür, sıxlıq yox idi, amma dediyim kimi, oturmaq üçün nəzərdə tutulan hər bir yer dolmuşdu. Çayımızı yudumladıqdan sonra, havanın gözəlliyindən zövq aldıqdan sonra biraz gəzdik, havamızı dəyişdik. Sonra Diləyi apardıq oyun üçün nəzərdə tutulmuş parka. Orada isə oynadı, əyləndi, biraz qaçdı, tutdu, oynadı. Daha sonra isə evə qayıtdıq. Burada gördüyünüz kimi ilk başda gəldiyindən qayıtdığının arasında çox fərq var. Yuxu artıq onu bir tər eləyib. Biraz gecədən sonra isə yuxuya dalıb yatır. Evə çatdıqdan sonra isə yenidən oyanır. Evə çatdıqdan sonra isə yoldaşım üçün işə yemək bişirirəm. Rayondan göndərilmiş olan bu cücəni bişirdim. Cücə, çolpa, beçə, artıq necə səsləndirirsinizsə. Burada artıq hazırdır. Soyuduqdan sonra isə onu mən bankaya yerləşdirəcəm. Deyə bilərsiniz ki, niyə saxlama qabına yerləşdirmirsən? Çünki tikələr böyük idi və saxlama qabından yeməyin suyunun axma ehtimalı aşağı-yuxarı hardasa var. Amma bankada belə bir ehtimalla qarşılaşmırsan. Ona görə də bankaya yerləşdirdim və yeməyin yanında yeməsi üçün kiçik bir salat hazırladım. Biber və xiyardan ibarət. Onu da saxlama qabına yerləşdirdikdən sonra yerləşdirirəm soyuducuya. Çayla içməsi üçün isə günorta bişirdiyim keksdən bir qab hazırlayır. Onu yerləşdirirəm və yanına çörək qoyuram. Və budur, yoldaşımın iş üçün olan azuqəsi artıq hazırdır. Nuş edib yeyə bilər. Hər bir klassik Azərbaycanlı ailəsində olduğu kimi bizdə də yeməkdən sonra, yeməkdən qabaq, yatmamışdan öncə, yuxudan durandan sonra həmişə mütləq pürrəngi çay hazır olmalıdır və bütün məsələlər 2 fincan çay ilə öz həllini tapır.
Güc bəla ilə Diləyi yatızdırdıqdan sonra sıra gəldi makiyajımı təmizləməyə. O qədər yorulmuşdum ki, sifətim 5 qarışdı. Yəqin ki, bunu üzümdən oxuya bilirsiniz. Ancaq bu qədər yorğunluğun qarşısında makiyajımı təmizləməli idim. Çünki makiyaj üzümdə qalanda özümü həddindən artıq narahat hiss edirəm və həmin günün səhəri mütləq üzümdə səpkilər əmələ gəlməyə başlayır. İstifadə etdiyim məhlul isə qarniri misellar suyudur. Mən elə hesab edirəm ki, qarnirdən yaxşı üz təmizləmə misellar suyu yoxdur. Bundan əvvəl başqalarında istifadə etmişəm, amma qarnir qədər effektiv olanı hələ görməmişəm. Burada isə köhnə köpük trendlərindən birini göstərirəm sizə, Fox Mox. Bunu da belə edə bilərsiniz, ancaq ən yaxşısı elə nəm halda diskləri istifadə edib üzünüzü tamamilə makiyajdan arındırmaqdır. Elə insan var, dərisi həddindən artıq həssasdır. Ancaq mən düşünürəm ki, mənim üzüm elə də həssas olan dəri tipinə aid deyil. Ən azından üzümdə heç vaxt böyük iltihablı yaralar, səpkilərlə qarşılaşmamışam. Sadəcə makiyajı üzümdən vaxtında çıxartmayanda xırda kiçik səpkilərlə üzləşdiyim olubdur. Ola bilsin ki, bu mənim üzə qulluq rutinimi çox tez-tez dəyişməməyimdən irəli gəlir. Həqiqətən də dəriyə qulluq rutinim çox sadədir. Əvvəlcə üzümdə əgər makiyaj varsa onu misellar su ilə çıxardıram, ardınca isə üz yuma gel ilə üzümü təmizləyirəm. Daha sonra isə serum və yaxud da ki, nəmləndirici kremlə üzümü nəmləndirirəm. Bu qədər sadə. Makiyaj olmadığı zamanlarda isə bir tonik, bir üz yuma geli və nəmləndirici krem bütün işi həll edir. Onu da qeyd etdim ki, hal-hazırda tonikim bitib və yeni bir serum da almaq istəyirəm. Nəmləndirici kremdən əvvəl serum da vurmaqda fayda var. Sizin mənə məsləhət biləcəyiniz hər hansı bir tonik və yaxud da ki, serum varmı? Varsa onu zəhmət olmasa məndən yorumlarda paylaşarsınız. Qeyd edim ki, daha dərin üzə qulluq rutinləri var və bunları həftədə bir etməyiniz daha məqsədə uyğundur. Əgər istəsəniz, yeni videolarda sizi bununla da tanış edə bilərəm. Bunun üçün isə kanala abunə olub bildirimləri açmağı və videonu bəyənməyinizi sizdən xahiş edirəm. Sizin də mənə olan iradlarınız, təklifləriniz və yaxud da ki, hər hansı ürək sözləriniz varsa, bunu mənlə yorumlarda paylaşa bilərsiniz. Bugünkü vloqumuzda bu qədər. İnşallah yeni videolarda görüşmək diləyilə özünüzə yaxşı baxın. Hələlik!